İlk İslam dövlətinin təsis edilməsi. Yəsribə hicrət. İslam hərəkatının kamilliyə çatması və nübüvvətin elan olunmuş Rəbbani məqsəd və vəzifələrinin həyata keçməsi üçün xeyir qüvvələri, əqidəni mütləq yəqinliklə daşıyan və özünü bu əqidə uğrunda daim qurban verməyə hazır olan, habelə öz bacarıqları ilə onu sapmaqdan müdafiə etməyə və qorumağa qadir olan ünsürlərin və adamların olması labüd idi. Əli ibn Əbu Talib məhz belə nadir ünsür, belə əvəzsiz şəxsiyyət idi. Peyğəmbər salavatullah ona buyurdu: Ya Əli, Qureyş qəbiləsi mənə qarşı məkr işlətmək və məni öldürmək barədə qərar qəbul etmişdir. Mənə Rəbbimdən belə vəhiy gəldi ki, qövmümün yurd yuvasından hicrət edim. Sən gəl, mənim yorğan döşəyimdə yat. Mənim Hadramavutdan gətirdiyim örtüyü də üstünə ört ki, mənim yerimdə yatmağınla izlərimi onlar üçün itirəsən. Nə deyirsən? Bu haqda fikrin nədir? Əli əleyhissalam buyurdu: Ey Allahın Rəsulu, mənim orada yatmağımla sən sağ-salamat qalacaqsanmı? Peyğəmbər salavatullah cavabında bəli dedi. Əli əleyhissalam sevincək halda gülümsədi. Yerə oturaraq Allah Rəsulunun sağ qalacağı barədə ona xəbər verməsindən dolayı Allaha şükür etmək üçün səcdə etdi və belə buyurdu: Əmr etdiyin kimi edərəm. Qoy qulaqlarım, gözlərim və ürəyimin dərin guşələrindəkilər sənə qurban olsun. İhqaq Əl-Həq 3-cü cild 23-cü səhifə. Müsnəd Əl-İmam Əhməd 1-ci cild 331-ci səhifə. Təfsiri Təbəri 9-cu cild 140-cı səhifə. Müstədrəkül Hakim 3-cü cild 4-cü səhifə. Peyğəmbər salavatullah gecə yarısından sonra ilahi qayğı ilə əhatə olunmuş halda evindən çıxdı. Onun evini hər tərəfdən mühasirə edən şirk qüvvələrinin durduğu yerlərdən gizlincə keçə bildi. Əlini isə öz yorğan döşəyində qoydu. Lakin səhər çağı ölüm iyi verən qılınclarını sıyırıb Peyğəmbər salavatullahın evinə hücum edən Allah düşmənlərinin məyusluq və uğursuzluğu sonsuz idi. Onların üzərindən kin və nifrətlərinin aşıb daşdığı açıq aydın görünürdü. Dəstənin başında Xalid İbni Vəlid dururdu. Əli əleyhissalam bu məqamda hədsiz bir şücaətlə yorğan döşəyindən sıçrayıb durdu. Gələnlər qəfildən geriyə çəkildilər. Bəli, Allahın onların səylərini necə heçə indirib öz Peyğəmbərini xilas etməsindən bu adamları dəhşət götürmüş və onlar heyrətdən donub qalmışdılar. Qureyş qəbiləsi bütün qəddarlığını göstərib hər cür hiləni vəsilə seçdi ki, Peyğəmbər salavatullahı əldə etməklə öz itirilmiş ağalığını qaytarsın. Ona görə də hər yerə adamlarını göndərdi və Peyğəmbəri tapmaq üçün hər cür çətinlik və zəlillikləri üstünə götürdü. Hətta Həzrət Muhammed salavatullahı ölü və ya diri gətirən şəxsə 100 dəvə mükafat təyin edildi. Qureyşlilər Peyğəmbərin açıq aydın ayaq izlərinə düşərək o həzrətlə Əbu Bəkrin gizləndiyi Sur mağarasının ağzına gəldilər. Burada artıq izlər itirdi. Onlar dedilər: Əgər səmaya uçmamış və ya yerə qeyb olmamışlarsa, onda Muhammed və onunla olan kəs bu yerdən o tərəfə keçməmişdir. Mağaranın içində olan Əbu Bəkri bərk qorxu götürmüşdü və o, Qureyşlilərin çağırış səslərini eşidirdi. Onlar qışqırırdılar: Muhammed, çıx! Sanki Peyğəmbər salavatullah addım səslərindən onların mağaranın ağzına yaxınlaşdığını görürdü. Peyğəmbər salavatullah Əbu Bəkrə buyurdu: Qəm yemə, Allah bizimlədir.
Qureyşlilər gizlin-gizlin və utana-utana geri qayıtdılar. Onlar Peyğəmbərin mağarada olduğunu əsla güman etmədilər. Çünki hörümçək yumurtaları olan yuvasını qorumaq üçün mağaranın ağzını torla hörmüşdü. Axşam Əli əleyhissalam və Hind ibn Əbu Halə Peyğəmbər sallavatullahın yerini öyrəndikdən sonra onunla görüşdülər. Rəsul-i Əkrəm Əliyə tapşırıq verdi ki, himayəsində olan müsəlmanları qorusun və Muhammed ərəblərin əsas əmanət yeri olsa da, o həzrətə qoyulmuş əmanətə sadiq qalsın. Həmçinin əmr etdi ki, özü və bir neçə Fatimə adlı xanım üçün minik dəvələri alıb sonradan ona qoşulsunlar. Daha sonra isə arxayıncasına Əliyə buyurdu. Onlar bundan sonra səni yanıma gələnədək heç vaxt xoşun gəlmədiyin şeylərlə narahat etməyəcəklər. Sənə tapşırdıqlarımı adamların gözü qarşısında açıq-aydın şəkildə yerinə yetir. Qızım Fatiməni sənə, sizləri isə Allaha əmanət tapşırıram ki, hər ikinizi hifz etsin. Əyan-ü Şiyyə 1-ci cild 237-ci səhifə. Peyğəmbər salavatullah Quba deyilən yerə çatdıqdan sonra orada bir neçə gün gizləndi ki, əmisi oğlu Əli ibn Əbu Talib və dediyi adamlar ona qoşulub, hamısı bir yerdə Yəsribə girsinlər. Peyğəmbərin səhabələrindən və yol yoldaşlarından biri onu Qubada qoyaraq Yəsribə gəlmiş və bu xəbəri şəhər əhlinə çatdırmışdı. Ona görə də şəhər fərəh və sevinc içində idi. Əli ibn Əbu Talib yol yorğunluğu və Fatimə adlı qadınlarla yola çıxması xəbərini bildikdən sonra Qureyşlilərin onları təqib etmələrinin təhlükələrindən üzülmüş halda oraya çatdılar. Peyğəmbər salavatullah onu qucaqladı və ona olan bu mərhəmətə görə ağladı. Əl-Kamilu fit-Tarix 2-ci cild 106-cı səhifə. Peyğəmbər salavatullah Qubada bir neçə gün qaldı. İlk gördüyü iş bütləri sındırmaq oldu. Əl-Bədu və Tarix 4-cü cild 176-177-ci səhifələr. Sonra isə məscid tikdilər. Cümə günü isə kənara çıxıb Ranuna vadisində günorta namazı qılmaq fikrinə gəldi. Həmin namaz İslamda ilk cümə namazı oldu. Yəsrib müsəlmanları bəzək-düzəkləri və silahlarını taxaraq Allah rəsulunu qarşılayıb dəvəsini əhatəyə aldılar. Hər kəs çalışırdı ki, o həzrətlə tanış olub, inandıqları, sevdikləri bu şəxsə gözü dolu baxsın. Peyğəmbər salavatullah Yəsribə Rəbiyül Əvvəl ayının 12-sində gəldi. Peyğəmbər salavatullah müsəlmanların hər birinin evinin yanından keçəndə onlar o həzrətin dəvəsinin yedək ipini tutur və Peyğəmbərə onun evində qalmaq üçün yer göstərirdi. Allahın rəsulu da onların hər birini açıq və xoş üzlə qarşılayır, heç kimin xətrinə dəymək istəmədiyindən buyururdu. Qoyun dəvə özü getsin, artıq ona hara getmək əmri verilmişdir. Nəhayət dəvə Əbu Əyyub Ənsarinin evinin qabağında yerləşən və Bəni Nəccar qəbiləsindən olan 2 yetim oğlana məxsus dəvə tövləsinin yanında yerə çöktü. Əbu Əyyub Ənsarinin xanımı tez irəli çıxdı. Peyğəmbər salavatullahın yükünü evinə apardı. Allahın rəsulu Peyğəmbər məscidi və evi tikilənədək onların yanında qaldı. Əstiratun Nəbəviyyə 1-ci cild 494-cü səhifə. Peyğəmbər salavatullah Yəsribin adını dəyişərək Təyyubə qoydu. İbn Xəldun Əl-Müqəddimə 283-cü səhifə. Tac Ər-Ərus 2-ci cild 85-ci səhifə. Və o həzrətin bu şəhərə hicrəti İslam tarixinin başlanğıcı hesab olundu. Tarixi Təbəri Millətlər və Padşahlar 2-ci cild 110-114-cü səhifələr.